Salam əziz analarımız, bu Ramazan ayının ilk günündən sizləri salamlayıram və bilirəm ki, xüsusən süd verən analar üçün bu videomuz daha maraqlı olacaqdır. Çünki süd verən analarımız çox sual verirlər ki, mən süd verə-verə oruç tuta bilərəmmi? Əvvəllər tutmuşam, indi istəmirəm qalsın. Onu da qeyd eləyim ki, ümumiyyətlə dində xüsusi bir qadağa yoxdur. Süd verən ana oruç tutmaz deyə, amma belə bir şərtlərimiz var. İlk olaraq ananın sağlamlıq durumu buna icazə verirsə, ana imsakda, iftardan sonra maye alımını normal qəbul eləyirsə, mayesini, tərəvəzlərlə, meyvələrlə qidalanırsa, onun üçün heç bir problem yoxdursa tuta bilər. Əks halda, əgər ananın sağlamlıq durumu buna icazə vermirsə, uşaq xüsusən də 3 aya qədər körpəsi analar tutmamağı daha məsləhətdir. Çünki onlar bol maye almalıdırlar ki, süd artımı daha da olsun. 6 aydan yuxarı olan körpəsi olan analar isə rahatçılıqla, əgər yenə deyirəm, sağlamlıq durumu icazə verirsə, rahat şəkildə oruç tuta bilərlər. Allah orucunuzu qəbul eləsin. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.